Salam, hər vaxtı xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində Gəncə kəndiri var, bu prospektdə. Bakobusun avtobusu keçir. Bax, həmən o yoldan nə qədər məsafə olar bura? 250-300 metr məsafədə bu ev çıxdı satışa 65 min manata. 65 mindən ev sözü endirim edəcək. Baxın, paket kupçalı evdir. Görürsünüz, evin də kupçası var, torpağın da kupçası var. Elə alar-almaz düşəcəksiniz bura qeydiyyata. Qaz sayğacı da var, su da var, işıq da var. Kanalizasiyası da ki, mərkəzi kanalizasiyadır. Yəni, birbaşa xəttə qoşulmuş kanalizasiyadır. Zəhmət olsun, gəlin içəri bir dənə. Bax, belə bir evdir. Maşın da girir bura, maşın burada da saxlaya bilərsiniz. Burada da belə bir məsafəsi var. Hasarımız və evin özü tarsovka emusiyadır. Evin özü hasar tarsovka emusiyadır. Burada kombinin yeridir, görürsünüz. Qıraqları belə qəşəng kantlıdır. Pəncərənin qıraqlarına qəşəng kant vurulub, görürsünüz. Çox səliqə səhmanlı evdir. Qiyməti də ki, münasibdir. Qiymətindən əlavə bu ev, bu, bax bu. Əsas paket kupça olmağı. Yəni, alandan sonra da gidib sənəd almırsınız, arayış almırsınız, kupça düzəltdirmirsiniz, layihə çəkdirmirsiniz. Hamısı hazırdır. Elə gəlin bu sənədləri də götürün, gedin, alçatqa eləyin, keçirdin adınıza, elə birbaşa da düşün buna qeydiyyata. Burada da məsafəsi var, bax burada. Burada padvalıdır. Qoçabəklə tikilib, 60-ın 40 fundamentdir, 20-nin 40-da üstündən kəməri belə, ümumi kəmər fırlanır. Yaxından mütləq gələcəksiniz, həyətdə bunların hamısını izah elə göstərəcək sizə. Məndə ev sahibi də. Padvalını bir dənə göstərək. Əldə ayaqda olan artıq şeyləri yığmaq üçün xüsusi belə xətt ayrı padval var. Mərkəzi kanalizasiyanın xəttidir, belə zolobların qoşulmaq üçün hamısı xəttə qoşulub. Neçə daş kürsülüdür? 7 daş kürsülüdür. 2, 3, 4, 5, 6, 1 daşdır. Tam et 7. 7 daş kürsülü evdir. Gəlin indi evin içərisinə baxın. Bunu zəhmət olsun saxlayın. Bax, belə bir koridoru var evin. Bax, 65 mindən mütləq endirim olunacaq. Qiymətinə görə narahat olmayın, gəlin bu evə mütləq baxın. Hazır evdir. Yola da yaxındır, Sumqayıt yoluna da yaxındır, marşrut xəttinə də yaxındır. Əsas da Bakobus. Çünki axır vaxtlar məndən çox soruşurlar onu. Bu xətt, marşrut ən önəmli marşrutdur. Bilirsiniz ki, avtobazlar da gedir, 20 yanvara da gedir. Bu koridordan sonra gəlin elə birbaşa qonaq otağını göstərin. Bax, bura qonaq otağıdır. Görürsünüz, bax, pəncərəsi də böyük pəncərədir, iri pəncərə. Açırsınız, birbaşa öz həyətidir. Sonra, aboylarca da qəşəng boylardır. Gəlin bir dənə qoşa-daş olmağın pəncərədən göstərək. Buradan düşür qoşa-daş olmaq. Bax, pəncərənin davamlığından qoşa-daş olmağına görə deyirəm. Yəni, görəsiniz. Ataplenin xətti çəkilib. Hər şey hazırdır. Spotlarına qədər hazır qoyulub. Bax, belə, bu qonaq otağıdır. Gəlin, indi yavaş-yavaş yataq otaqlarına baxaq. Burada bir yataq otağı var. Bax, burada bir yataq otağıdır. Bu neçəli yataq otağı? 4-ün 350-yə. 4-ün 350-yə bir yataq otağıdır. Burada da bir yataq otağı. Burada da bir yataq otağıdır. Baxın. Bu neçəlidir? 3-ün 320-yə. 3-ün 320-yə bir yataq otağı. İndi mətbəxə baxaq. Bu da mətbəxi. 3-ün 320-yə də mətbəxdir. Mebel arası keramika vurulur. Hazır vəziyyətlərdə, yəni gəlin əşyaları götürün, yığın bura. Pəncərələri də özün tündürəmirsən də, hə? Bu da mətbəx. Sanitar qovşağını da göstərək. Bu da sanitar qovşağı. Baxın, bax belə. Deməli, Saray qəsəbəsində Gəncə kəndiri var, Sumqayıta gedən yol. MTK-nın binalara çatmamış. Sağda, Bakıdan gələndə sağda, Sumqayıtdan gələndə solda. Yoldan harca 250-300 metr məsafədə 65 min manata bu ev satışa çıxarıldı. 3 otaqlı evdir. Yüksək keyfiyyət təmsilib, yaxşı evdir, səliqə səhmanlı evdir. Gələndə onsuz da burada həyətdə görəcəksiniz. Mütləq gəlin bu evə baxın, 65 minli deyil, amma özü mənə dedi ki, ev sahibi özü, mən qiymətində endirim edəcəm, amma gəlib baxsınlar, bəyənsinlər, görsəm ki, real almaq istəyirlər, mən də ortaq məxrəcə gələcəm. Sağ olun.